Məşhur ilahiyyatçı Hacı Şahin haqqında danışacağıq. Hacı Şahin adı ilə tanınan ilahiyyatçı Şahin Hüseynoğlu Həsənli 7 iyul 1974-cü ildə Bakıda anadan olub. Onun əkiz qardaşı var. Hacı Şahin ailəsi ilə birlikdə Yasamalda məşhur olan müəllimlər binasında yaşayıb. Anası müəllim, atası isə iqtisadçı olub. Atası Hüseyn bəy Hacı Şahin 12 yaşında ikən vəfat edib. Atasını itirdikdən sonra ailədə maddi çətinliklər yaranıb. Buna görə də Hacı Şahin məktəbi qutaran kimi elektrik avadanlıqları dükanında işə başlayıb. Həmin dükanda işlədiyi vaxtlar müxtəlif insanlarla qarşılaşıb və bu onun üçün böyük həyat təcrübəsi olub. Balaca vaxtlarından çətinlik görməsinə baxmayaraq o təhsildən yayınmayıb. Bakı şəhəri 189 saylı orta məktəbin rus bölməsində təhsil alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin maşınqayırma ixtisasına qəbul olunub. İkinci ali təhsilini isə Bakı Dövlət Universitetində alıb. Tarix fakültəsinin məzunudur. Hacı Şahinin gənc yaşlarından dinə maraq olub. O müstəqil şəkildə ərəb və fars dillərini öyrənib. Hərbi xidmətdən qayıtdıqdan sonra namaz qılmağa başlayıb. 2001-ci ildən Bakı şəhərinin Nəsimi rayonunda yerləşən Məşədi Dalaş məscidində imam cəmaatı idi. Uzun illər həcc karvanına rəhbərlik edib və həcc zəvvarlarına xidmət göstərib. Eyni zamanda Mənəvi Dünya Milli Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayon üzrə nümayəndəsi kimi fəaliyyət göstərirdi. Hacı Şahin ədəbi bilikləri geniş mütaliəsi olan din xadimlərimizdən biri idi. O, Xoşbəxt Ailə Modeli, Haradan Başlamalı, Yaradıcının Hədəfi adlı kitabların müəllifidir. Hacı Şahin ailəli idi. Onun 2 qız və 2 oğul övladı var. Böyük oğlu Ada Universitetində təhsil alır. Hacı Şahin 2 mart 2023-cü ildə bütün sevənlərin hüznə qərq etdi. Facebook səhifəsində onun səhər saatlarında ürək tutmasından vəfat etdiyi açıqlandı. O, 48 yaşında həyata gözlərini yumdu. Vəfatından sonra məlum olub ki, onun uzun illərdir ürəyində problem var imiş. Allah rəhmət eləsin.